Pasiyentimiz göründüyü kimi burun tənəffüsünün çətinliyi şikayəti ilə müraciət edib və burun ara kəsməsinin ön kənarı sağ tərəfdə, medial ayaqcığı da sağa doğru itərək xarici burun klapan darlığı verir və xarici burun klapanın bağlandığı üçün xəstə nəfəs aldığı zaman tamamilə qapanır, yalnız sol tərəfdən alır. Sol tərəfdə də yenə burun ara kəsməsinin arxa qismi daxili burun klapan darlığı verir və bir sözlə hər iki tərəfdə çətin nəfəs alma sıxıntısı yaşayır. Dişləri də göründüyü kimi hamısı düzəlmə dişlərdir, yəni öz dişləri deyil. Vaxtında əməliyyat olsaydı bu qədər sıxıntıda yaşamazdı. Bir sözlə burun ara kəsməsinin əyriliyi vaxtında müdaxilə edilərək düzəldilməlidir ki, verdiyi fəsadlar sonradan əməliyyat olunduğu zaman həmin fəsadların bir qismi bərpa ola bilmir. Ona görə də bizim sloganımız budur ki, gözəl burun, rahat nəfəs yaşamağa verir həvəs. Bir də bir məqamı qeyd edeyim ki, burada bəzən septoplastika əməliyyatında bu əyri qism çıxardılır ki, düzləşsin və belə bir orta xətt algısı yaransın. Lakin o da burun ucunda dəstəksizlik hesabına burun ucunun düşməsinə səbəb olur. Bir sözlə, indi də estetik problem yaranmış olur. Biz isə bu əməliyyatda o qismi dəstəkləyib, həm burnun estetik problem yaşamasının qarşısını alırıq, hətta var isə əyrilik o düzəlmiş olur, eyni zamanda burun tənəffüsü bərpa olmuş olur. Əməliyyat artıq bitdi. Göründüyü kimi burun dəlikləri simmetrik vəziyyətə gəldi və çökmə vardı. O aradan qaldırıldı. Burun ara kəsməsi düzləşdirildi və burun ucu da düşmür.